Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla pişərkən rəngi qaralmayan, ətrafa dağılıb sıçramayan ərik ceminin hazırlama qaydası olacaq. Cemi hazırlamaq üçün yumşalmış, yetişmiş əriklər götürmüşəm. Təmiz yuduğum əriklərin dənəsini çıxarıb geniş bir qazanın içərisinə əlavə edirəm. Dənəsi çıxmış əriyin çəkisi 3 kilo 200 qram oldu. Üzərinə yarım stəkan su əlavə edirəm. Qazanı ocağın üzərinə yerləşdirirəm. Qazın aşağı temperaturunda hərdən əriyi əzib qarışdıraraq təqribən 15-20 dəqiqə qaynadıram. Əriklər bu cür yumşaldıqda ocaqdan götürürəm. Aşüzənin içərisinə əlavə edirəm. Aşüzənə əlavə etdikdən sonra qaşıqla biraz bu cür qarışdırıb gözləyirəm ki, tam soysun. Əriyi bu cür aşüzəndən keçirdib cem hazırladıqda qabıq hissəsi sonradan cemin içərisində damağa yapışmır. Həm də ki, cem daha gözəl, daha ləzzətli alınır. Soyduqdan sonra əlimlə bu qaydada aşüzəndən keçirdim. Qabıq hissəsini atıram. Qazanın içərisinə şəkər əlavə edirəm. Qeyd edim ki, 3 kilo 200 qram dənəsiz ərikdən sonda aşüzəndən keçirdikdən sonra təqribən 2 kilo 700-2 kilo 800 qram ərik qalır. Bunun da üzərinə 1 kilo yarım şəkər əlavə etdim. Cemin ətrafa dağılmaması üçün qalın dəmirin üzərinə biraz duz səpirəm. Qazanı dəmirin üzərinə yerləşdirib qazın orta temperaturunda hərdən qarışdıraraq pişirirəm. Hərdən mütləq dib hissədən qarışdırmaq lazımdır ki, dibi yapışmasın. Qaynara düşdükdən sonra üzərinə çıxan kəfi yığmaq lazımdır. Cem dəmirin üzərində pişdiyinə görə nə qədər qaynasa da ətrafa hissəcikləri dağılmır. Qarışdırarkən qolu yandırmır. Bişənə yaxın tez-tez qarışdırmaq lazımdır ki, dibi yapışmasın. Bu cür tən yarısı qaldıqda qarışdırarkən qazanın dibi azacıq görünürsə, artıq cem hazırdır. Zövqünüzə görə biraz duru və yaxud da qatı hazırlaya bilərsiniz. İsti-isti bankalara yığıb təzə qapaqları bağlamaq lazımdır. Yaxşı olar ki, cemi soyuduqdan sonra soyucuda saxlayasınız. Görürsünüz, rəngi mükəmməl alınıb. Dadına söz ola bilməz. Həqiqətən də çox ləzzətli, dadlı cem alınıb. Hazırlayıb sınamağa dəyər. Videolarımızın davamlı olması üçün izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə, abunə olmağı unutmayın. Hazırlayacaq olanlara nuş olsun.